İndi hazırlayacaq krakalyor texnikasını. Krakalyor texnikası köhnəlmiş və çat atmış deməkdir. Baxın, burada tortları görürsünüz. Üzəri elə bir ki, çatlayıb və köhnəlmiş effektindədir. Bunu işləmək üçün dediyim kimi, sizə ki, texnika öyrətmişəm, bərkimiş xəmirlərin yumuşaldılması. Bu texnika ilə işləyirik ən çox. İndi isə biz hal-hazırda işləyəcəyik krakalyorun ağac formasını və burada da bayaq göstərdiyim tortdakı kimi 2 dənə fərqli effektdə çat texnikası var. İndi bunların ikisini də işləyəcəyik və biz işləyək, tələbələr də bizlə işləyəcək. Bu güllərimizi də hazırlayacağıq, vaflidən üzərinə qoyacağıq. Belə. Torta tam şəkildə krakalyor texnikasını tam şəkildə tortumuza bükdük. Bu cür effekt verdik üzərinə və tam şəkildə üstündə qurudu. Bu ağacın effekti krakalyorun. İndi isə nə edəcəm? Üzərində başqa bir texnika ilə çat işləyəcəyik. Baxın, yandırıram. Üzəri artıq qabığını görürsünüz, üz qabığı necə çatlayır. Üzərində cadar-cadar çatları düşür. Bunu isə işləyəcək boya effekti ilə. Ancaq kənar nahiyələrə yanmış effekti veririk. Bu şəkildə. Çat texnikasıdır. Bu fərqli bir üslubdadır. Bunu işlədiyi vafli ilə krakalyor texnikasını burada isə boya ilə işləmişik. Hər iki tonda bu cür krakalyor texnikası işlədik. Krakalyor texnikamız. Krakalyor texnikasını 2 ayrı formada işləmişik. İki ayrı texnika ilə işləmişik. Bu fərqli bir texnikadır. Vafli ilə işlənilib. Buradakı isə boya texnikası ilə işlənib. Və gördüyünüz kimi bu cür dekorları tez bir zamanda 5 dəqiqə içində yumuşaq şəkər xəmirini bu hala gətiririk.